bilirsiniz ki eramızın 7-ci əsrin ortalarından 9-cu əsrin ikinci yarısına qədər Azərbaycan ərazisi Ərəb xilafətinin tərkibində oldu. 9-cu əsrin ikinci yarısında Ərəb xilafəti zəiflədi, sonra da dağıldı. Zəifləməsinin də səbəbləri var idi. Yerli hakimlərin, canişinlərin, valilərin güclənməsi, separatizmin güclənməsi, separatizm bilirsiniz də, ayrılmaq cəhdlərinin güclənməsi, milli azadlıq hərəkatları Ərəb xilafətini sarsıtdı, axırda da dağıldı. Hər yerdə Ərəb xilafətinin tərkibinə daxil olan ərazilərdə yeni dövlətlər yarandı. Bu zaman Azərbaycan ərazisində də bir-birinin ardınca 5 dövlət yarandı. Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər. Düzdür, xronoloji baxımdan Şəddadilər Rəvvadilərdən əvvəldir. Amma o Saci, Salari, Rəvvadi üçü də cənubda yarandığına görə, bir-birini əvəz etdiyinə görə adətən o dövlətləri ayrılırlar. Bir-birinin ardınca öyrənirlər. Deməli, bu dövlətlərdən üçü Cənub Azərbaycandadır. Sacilər, Salarilər, Rəvvadilər. İkisi Şimali Azərbaycandadır. Öyle maraqlıdır. Ş hərfindən başlayanlar, Şəddadilərlə Şirvanşahlar. İkisi də Şimali Azərbaycandadır. Şirvanşahlar dövlətini yaradıb Məzyədlər sülaləsi. Bu sülaləyə Yəzdilər sülaləsi də deyirlər. Məzyədlər əslən Ərəbistandan bura köçürülən tayfalardandır. Ərəbistandan köçürülən tayfalar iki qrupa bölünür. Şimal qrupu, Cənub qrupu. Yəni Yəmən istiqamətində olan Cənub qrupudur, Suriya istiqamətində olan Şimal qrupu əhalisi. O Məzyədlər də Şimal qrupundan olan əhali kateqoriyasına aiddir. Məzyəd özü Azərbaycana gəlməyibdir. Onun oğlu Yəzid Azərbaycanda olubdur. Yəzid Azərbaycan valisi olub. Ərəb xilafətinin Azərbaycanda nümayəndəsi, əmiri, vali ümumi sözdür, əmirdir. Onlar da Ərəb xilafətində dövlət əmirliklərə bölünürdü. Baxçıya da əmir deyirdilər. Onlar yerlərdə mülkü və inzibati, dini hakimiyyətin hamısını öz əllərində cəmləmişdilər. Məzyədlər əvvəlcə Ağdamda, mərkəzi Bərdə, sonra da Gəncə olan əmirlik yaratmışdılar. Sonra Sacilər güclənəndə bu əraziləri yavaş-yavaş nəzarət altına alanda çəkildilər Kürün şimalına. Deməli, Məzyəd sülalənin banisidir. Sonra oğlu Yəzid gəlir. Yəzidin üç oğlu var, Əsəd, Məhəmməd, Xalid. 861-ci ildə Heysəm ibn Xalid 861-ci ildə Şirvanşahlar dövlətinin əsasını qoydu. Şirvanşahlar dövləti Azərbaycan tarixində ən uzun ömürlü dövlətdir. Ümumiyyətlə, ən uzun ömürlü müsəlman sülalələrindən biridir. O, 861-ci ildən 1538-ci ilə qədər mövcud olur. 1538-ci ildə bu dövlətə Səfəvilər tərəfindən son qoyulubdur. İsmail tərəfindən yox, onun oğlu Təhmasib tərəfindən 1538-ci ildə son qoyulubdur. Deməli, bu dövlətin üç paytaxtı olubdur. Birinci Şirvan, 938-ci ildə paytaxtı Əbu Tahir köçürübdür Şamaxıya, 1192-də isə zəlzələ olandan sonra birinci Axistan köçürübdür Bakıya. Bu dövlət yaxşı uzun müddət mövcud olubdur. Yəni, ətrafındakı olan yeni dövlətlərlə dil tapır, müəyyən o haqda irəlidə danışacaq. Uzun müddət öz varlığını qoruyur. Sacilər dövründə öz varlığını qoruyur, Salarilər dövründə öz varlığını qoruyur, sonra Səlcuqlar gəlir, Səlcuqlarla dil tapıblar, Atabəylər dövründə öz varlıqlarını qoruyur. Xronoloji ardıcılıqla bu dövlətləri bilirsiniz, düzdür. Sonra Monqollar gəldi, Qulakilər dövləti, 5-ci Monqol Rusu, həmin dövrdə öz varlıqlarını qorudular. Qaraqoyunlarla, Ağqoyunlarla müəyyən münasibətlərə malik oldular. Sonra gəldi Səfəvilər dövrü. Səfəvilər dövründə də Səfəvlərdən asılı İsmailin dövründə, 1-ci Şah İsmailin dövründə qəbul elədilər. Lakin 1538-də Təhmasib bu dövlətə son qoydu. Birinci, bu dövlətin kimliyi və Azərbaycan tarixində yeri. Birinci qoyulan sual belədir. Məzyədlər sülaləsi dedi ki, əslən Ərəbistandan gəlmədilər. Şimal tayfalarındandır. Ancaq yəni, ulu babalar bunların ərəbdir. Lakin, tarixdə belə bir qayda var, yəqin az çox da bilirsiniz, bir neçə nəsil keçəndən sonra gəlmələr yerli əhali ilə qaynayıb qarışır, öz ərəb mənşəyini itirir, olur Azərbaycanlı. Tutaq ki, təqribən 3-4 nəsildən sonra bu özünü göstərməyə başlayır.
Yəni onların Ərəbistanla əlaqəsi kəsildi. Sonra gedib gəlmədilər sonralar, ərəb xilafəti tamamilə dağılandan sonra və yerli Azərbaycan əhalisi ilə qaynayıb qarışıq oldular Azərbaycan dövləti. Yəni ilk mənşəyi, ulu babaları ərəb olsa, onlardır bir də Rəvvadilər. Rəvvadilərdə bunların ulu babaları Ərəbistandan gəlmədi. Ancaq sonra Azərbaycanı təmsil etdilər. Onlar mənbələrdə də Azərbaycan dövləti kimi təqdim olunurlar. Şirvanşahlar da belə. İndi Şirvanşahlar bəs Azərbaycan tarixində yeri nədir, əhəmiyyəti nədir, rolu nədir? Şirvanşahlar dövləti birincisi Sasanilər dövründə, sonra da Ərəb xilafəti dövründə müstəqillik dövlət ənənəsini itirmişdi Azərbaycan və onu bərpa etdilər. Yəni Azərbaycanda dövlətçilik ənənəsinin bərpa edilməsi Şirvanşahların Azərbaycan tarixində oynadığı ən mühüm rolun biridir və onun yeri də bundan müəyyən edilir. Sonra Şirvanşahlar dövlətinin yaranmasının Azərbaycana şimaldan olan hücumların qarşısını almasını asanlaşdırdı. Onlar çoxlu qalalar inşa etdilər, sədlər inşa etdilər və Azərbaycana şimaldan gələn hücumların qarşısını aldılar. Şirvanşahlar dövlətinin yaranması nəticəsində müəyyən dövrlərdə nisbi sabitlik yarandı. Bu da ticarət və sənət mərkəzlərinin, yeni şəhərlərin yaranmasının səbəbi oldu və köhnə şəhərlər də daha inkişaf etdi. Yəni, şəhərlər böyük ticarət və sənət mərkəzlərinə çevrildilər. Şirvanşahlar dövləti bildiyiniz kimi 861-ci ildən 1538-ci ilə qədər mövcud olubdur. Bu çox uzun müddətli bir dövrüdür. Şirvanşahlar ərzində neçə güclü dövlətlər, dünyaya ağalıq edən hökümdarlar gəlib gedib, amma Şirvanşahlar dövləti öz varlığını qoruyubdur. Birincisi, bu Şirvan hökümdarlarının manevr siyasəti ilə izah olunur. Yəni, reallığı qiymətləndirməklə. Məsələn, bir misal çəkir. Əmir Teymur, deməli, 1386-cı ildə Azərbaycana gələndə Cəlalilər ona meydan oxudu. Nə oldu? Qaçdılar. Cəlalilər hökümdarı olub da, bilirsiniz, Cəlalilər dövləti. O zaman Qaraqoyunlu dövləti yox idi, amma sülalə var idi. Bir güclü sülalə idi, özlərində hərbi hissələri var. Meydan oxudular. Axırda məğlub oldular, qaçdılar Suriyaya, Suriyadan Misirə və s. Düzdür. Amma Əmir Teymur, o məşhur hadisə var, 9 növ qiymətli hərbi ilə getdi onların hüzuruna. Hamısının sayı 9 idi, təkcə qulların sayı 8 idi. Soruşanda bəs niyə hamısı 9-dur? Təkcə qulların sayı 8-dir. O dedi ki, mən elə özüm sənin bir qulun sayılırım. Uşaqlarımız, manevr siyasəti haqqında bu qədər. İkincisi, Şirvanşahlar dövlətinin mövcud olduğu dövrdə Azərbaycana ən güclü hücumlar cənubdan olurdu. Düzdür, əvvəllər şimaldan gəlib Teoğunlar, Xəzərlər, Sabirlər, düzdür, gəlirdilər, qalan qalırdı, gedirdilər. Amma dövlətçilik üçün dövlətlərə son qoyan hücumlara baxın, Səlcuqlar, düzdür, Monqollar, düzdür, sonra Qaraqoyunlu, Ağqoyunlu güclənəndə də şimalı təsir altına alırdı, oynayırdı. Yəni, dövlətin uzun müddətli belə öz varlığını qorumasının səbəblərindən biri də coğrafi faktor idi. Gələn o fatihlərə qarşı, işğalçı deməyək də, hücumlara qarşı nisbətən az təhlükəyə məruz qalırdı. Həm ordular ora gələnə qədər müəyyən qədər itkilər verirlər və s. Məsələn, mənbələri oxusanız görərsiniz ki, Alparslanın Bizansla danışıqları hara? Şirvanşah hökümdarları ilə çox fərqlidir. Məsələn, Bizans hökümdarlarını həmişə hədəliyir. Amma Şirvan hökümdarlarına bir müsəlman hökümdarı kimi yanaşmaqla görürsən ki, onlarla dil tapmağa çalışır. Onlara başa salır ki, siz mənim ali hakimiyyətimi qəbul etməlisiniz, öz hakimiyyətinizlə qalarsınız, amma bizə müəyyən qədər vergi verməlisiniz. Məsələn, 1066-cı ildə Şirvanşahlar dövləti Səlcuqlara bu şəkildə tabi oldu. Alparslan'a bu şəkildə tabi oldu. Üçüncüsü, Şirvanşahlar dövlətinin ərazisində, onun xüsusən də şimal hissəsində dağlıq ərazilər çoxdur və müdafiə qalaları da çoxdur. Həmin qalalar hökümdar tutaq ki, ərazi işğal edildi.
işğal edildi. Hökmdar özü müəyyən sayıda qoşunla həmin qalalarda sığınırdı, gizlənirdi. Orta əsrlərdə də belə bir qayda var idi. Nə qədər ki sülalənin nümayəndəsi var, indiki kimi deyil, indi demokratiya. Sülalənin nümayəndəsi var, o hələ hakimiyyətdə sayılır. O əlverişli bir məqamda qalib hakimiyyətini paytaxtda bərpa edə bilər. Tarixdə belə hallar dəfələrlə olmuşdur. Ona görə də o hökmdarlar qalalara sığınırdılar. Məsələn, Monqollar dövründə gələndə Küştət də yazırlar, onu Gərsət də yazırlar. Qalalarda sığındı, sonra Monqollarla danışıqlar apardı. Hulakilər dövründə də belə oldu. Hulakilər dövründə düzdür, Şirvanşahların demək olar ki, səlahiyyətləri çox azalmışdır. Çünki onun yanında həmişə Hulakilər dövlətinin bir canişini olurdu, ona nəzarət edirdi. Amma tarixi faktlar göstərir ki, bəzi epizodlar istisna olmaqla həmişə Şirvanşahların adına pul kəsilibdir. Demək, bu dövlət öz varlığını uzun müddət qoruya bilib. Deməli, o varlığını qorumasının səbəbi nə idi? Hökmdarların manevri siyasəti, digər nə idi? Coğrafi mövqeyi, bir də ki, nisbətən dağlıq ərazilərin olması və həmin ərazilərdə qalaların olması. Məsələn,